Yeni videoma xoş gəldiniz. 2020 sınavının davamını izah edirəm. Deməli, sınav 10. Birinci sualda verilib ki, simsiz şəbəkə texnologiyalarını müəyyənləşdirin. Yəni, şəbəkəyə qoşulmağı simsiz şəkildə, naqil olmadan təmin edən texnologiyalardır. Hansı ki, Bluetooth-dur. Yəni, Bluetooth-da əlavə heç bir kabelə, əlavə heç bir qurğuya ehtiyac duymuruq. Yəni, naqil olmadan birbaşa şəbəkəyə qoşula bilirik. Və yaxud Wi-Fi özü olsun. Yəni, telefon vasitəsilə və yaxud kompüterdə, yəni Wi-Fi-yə qoşulan zaman əlavə bir kabelə ehtiyac duymuruq. Yəni, bunlar simsiz, naqilsiz şəkildə şəbəkəyə qoşulmağı təmin edir. Eyni zamanda Wi-Fi də həmçinin 1, 2, 6 olacaq. Amma özü RJ45 ilə kabeldir. USB məsəl üçün Ethernetdə arxitekturadır. Yəni bunlar artıq şəbəkə texnologiyaları olmayacaq. 2-də verilib ki, müxtəlif protokollardan istifadə edən şəbəkələrin əlaqələndirilməsi üçün istifadə edilən qurğu. Ümumiyyətlə, müxtəlif protokol deyilirsə, bu routerdur. Çünki routerun tərifində belə gedir ki, müxtəlif topologiya, həmçinin də müxtəlif protokol. İkisi də müxtəlif verilibsə, bu router'a aiddir. Və həmçinin belə də gedir tərif ki, lokal şəbəkə ilə qlobal şəbəkəni əlaqələndirən, yəni qurğudur. İki fərqli şəbəkəni və yaxud da protokolları müxtəlif olan iki şəbəkəni birləşdirir. Amma körpüdə isə müxtəlif topologiya eyni protokol sözü keçir. Eyni protokol varsa, artıq o, yəni körpü olacaq. İkisi də müxtəlif sözüdürsə, onda router. Ulduz topologiyası ilə bağlı yanlış ifadəni müəyyənləşdirin. Bilirik ki, ulduz topologiyasında mərkəzdə bir kompüter, yəni server kimi olur və digər kompüterlər həmin kompüterlərdən asılı olur. Yəni, birbaşa elə ki, məlumatı mərkəzdəki serverdən alır. A variantında deyir ki, şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığından asılıdır. Bəli, yəni bu nə qədər yaxşı işləyərsə, digər kompüterlərdə ondan məlumat alırıq. Ona görə şəbəkə artıq etibarlı olar. Mərkəzi qovşaq deyir sıradan çıxsa, şəbəkə öz fəaliyyətinə davam etdirər. Xeyr, axı bu xarab olsa, digər kompüterlər ondan alaraq məlumatı, onda şəbəkənin işi pozulacaq. Elə B variantı yanlışdır. Və C-də deyir ki, mərkəzi qovşaqda kompüter yerləşərsə, aktiv ulduz adlandırılır. Bəli, kompüter yerləşibsə aktivdir, amma hub yerləşibsə ortada, onda passiv ulduz adlandırılır. Yəni, bilirik ki, hub da özünə qoşulan kompüterlərə məlumatı ötürə bilir. O zaman, yəni, passiv ulduz adlanacaq. Elə E variantında, yəni bu fikir verilib ki, mərkəzi qovşaqda hub yerləşərsə, onda topologiyada passiv ulduz topologiyası adlanır. D-də də verib ki, kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsilə həyata keçirilir. Bu da doğru fikirdir. 4-də verilib ki, şülüzün əsas təyinatı nədir? Şülüzün yəni tərifində də bilirik ki, iki kompüter şəbəkəsini əlaqələndirməkdir. Və ən uyğun variant da belə baxanda A variantıdır. Düzdür, müxtəlif protokollu biz dedik ki, routerun tərifindədir. Amma yenə digər variantlara baxanda ən uyğunu budur. Çünki gələn siqnalı gücləndirmə, yəni bu repeaterındır. Yəni dimdə mənə elə gəlir verilməyib bu qurğunun adı. Əlaqələndirici proqram və serverlərin bağlantısını təmin etmək. Yəni proqram və serverin nə aidiyyatı? Bilirik ki, iki kompüter şəbəkəsi olmalıdır şülüzdə və yaxud da şəbəkədə verilənləri saxlamaq üçün və yaxud proqram təminatı yaratmaq. Bunların heç biri yəni verilən tərifə uyğun gəlmir. 5-də isə verib ki, lokal şəbəkə topologiyalarını müəyyənləşdirin. Ulduzdur, şindir, halqadır. Regional şəbəkənin növüdür. Bu da həmçinin növüdür. Qalanları isə deməli topologiyalar olur. 2, 4, 5 olur 5-də B variantı. Sonra 6-cı sual. Bütün kompüterlərin eyni hüquqa malik olduğu şəbəkə növü. Tay tuşlar. Belə ki, bu şəbəkədə bir kompüter o birindən asılı olmur. Məsəl üçün, belə kompüterlərdir şəbəkədə. Bir kompüter məlumatı birbaşa o birinə ötürə bilir. Amma müştəri server olduqda isə bir dənə, tutaq ki, deyim, baş bir kompüter var, şəbəkədə serverdir və bu kompüter o birilərlə ünsiyyət saxlamaq üçün əvvəlcə ondan məlumatı götürür, yəni serverdən, asılı vəziyyətə düşür. Amma tay tuş əslində adına baxanda da bilinir də, yəni eyni hüquqludur. Biri digərindən, yəni asılı olmur. 7-ci sual. 800 megabayt tutuma malik qrafik fayl verilənləri qeyd edək, elə oxuduqca, yəni həcmi 800 megabaytdır.
Müəyyən bir mübadilə kanalı ilə 220 vur 2/20 bit böl saniyə sürətlə ötürülür. Yəni V-si 220 vuraq 2/20'dir. Bit böl saniyə ilə verib. Bu zamandan 2 dəfə daha çox müddət ərzində deyir, bu qədər sürətlə digər mübadilə kanalı ilə nə qədər megabayt tutuma malik fayl ötürmək olar. Əlimizdə Q və V var. Deməli, Q bərabər VT-yə görə T-ni tapsaq Q-nü V-yə böləcəyik. 800 megabaytı da 220 vuraq 2/20 bit böl saniyəyə bölmək üçün yuxarı megabaytı bitə çevirməliyəm ki, eyni ölçü vahidi olsun. 2/23-ə vurub bitə çevirəcəm. Yuxarıda 8 qalacaq, aşağıda da 220. Deməli, bu da 6400 bölünsün 220. Qalsın elə bu formada 640 bölə 22 kimi. Çünki onsuz da ixtisar gedəcək. Deməli, bu artıq olduğu saniyə ilə, yəni T-nin qiyməti. Sonra deyir ki, bu zamandan 2 dəfə daha çox müddət ərzində. Yəni, bu T1-dir də, T2 artıq bərabər olacaq 2T1-ə. Yəni, 2-ni vuracam, 640 bölünsün 22 saniyəyə. Və bundan sonra deyir ki, bu müddət ərzində verilmiş sürətlə, bu V1 idisə, artıq V2 55 vuraq 220 bit böl saniyədir. Deyir, bu sürətlə nə qədər tutuma malik fayl ötürmək olar? Yəni, yuxarıdakı Q1 idi, indi Q2-ni tapırıq. Bu da T2 vuraq V2-yə bərabər olur. Yəni, 2 vuraq 640 bölünsün 22 vurulsun 55 vuraq 2/20. Bu hissəni silim, qarışmasın deyə. Deməli, burada da ixtisar aparsaq, 11-ə ixtisar getsə 2, 5. Burada da ixtisar gedir. Deməli, bunu da 64-ü buradan ayırsam 2/6 kimi. Onda 50 vurulsun 2/26 bit alıram. Cavabı megabaytla istəyir deyə 2/23-ə bölürəm. Yuxarıda 8 qalır. Vuranda da 50-ni 8-ə 400 eləyir. Deməli, 400 megabayt tutuma malik fayl ötürmək olar. Simsiz rabitə vasitələrinə aid olanları müəyyənləşdir. Simsiz rabitə dedikdə, yəni naqilsiz başa düşülür. Naqilsiz də kabelsiz şəbəkədir. Yəni kabel olanları çıxırıq. Fiber optik kabeldir. Elə adında kabel var da, koaksial kabeldir. Yerdə qalanları bəli, simsiz rabitədir. 2, 3, 5. Olur Y variantı. Web səhifəyə qrafik fayl yerləşdirmək üçün düzgün HTML kodunu müəyyənləşdir. Bilirik ki, yəni şəkil əlavə etmək üçün image tagindən istifadə olunur. Hər birində verilib. Amma image taginin atributu isə seyircidir. Yəni şəklin adı və uzantısı seyircinin daxilində yazılır. Ref linkə aiddir. Bu da heç aidiyyatı yoxdur. Burada var seyirci. Bunu saxlayaq. Refi silirik. İkisi qalır. Bu ilə bu. Və bizə deyir qrafik fayl yerləşdirmək üçün. Qrafikdə şəkil fayldır. Hər ikisində də JPEG var, doğrudur. Amma image tək tagdir, cüt tag deyil, yəni qapanan tagi olmamalıdır. Ona görə C variantı səhvdir. 9-da D variantı olacaq. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 40% azalır. Əgər faylın şəbəkə ilə ötürülmə sürəti V-si 256/210-u belə göstərək də, bu özü 2/8-dirsə, 2/18 bit böl saniyə kimi yazaq. Və faylın ötürülməsi üçün deyir 6 saniyə vaxt sərf olunmuşdur. Faylın ilkin həcmi neçə kilobayt olmuşdur. Deməli, şəbəkə ilə deyir ötürəndə, yəni onun həcmini azaldıb da, 40% azaldıb. Və şəbəkə ilə ötürülmə sürəti veribsə, deməli, bu onun, yəni V və T-dən aldığım həcmi, onun 40% azaldılmış həcmidir. İndi buradan həcmi tapsam, 2/18 vuraq 6 bit alacam. Deməli, 40% azaldıbsa, ilkin 100% daxı. 40% azaldanda 60%-ə bu qədər düşür də. Bizdən isə ilkin həcmini soruşur, yəni 100%-i. Buradan da x-i tapsaq, 2/18 vur 6, vur 100-ü böləcək 60-a. Burada da ixtisar gedir, qalır 10 vuraq 2/18 bitə. Kilobaytla istəyir deyə cavabı 2/13-ə bölürük, bitdən kilobayta keçmək üçün. Yuxarıda 32 qalır, ona da vuranda 320 alınır.
Python görünüşünü hansı ilə almaq mümkün deyil, hansılar ilə? Fikir versək, burada həm qalın yazmaq var. Qalın yazmaq B və yaxud da ki, strong tagi ilə aparılır. Həm deməli maili yazma var. Ya I ya da M tagi olmalıdır. Bir də altdan xətt çəkilib, deməli U tagi də olmalıdır. İndi birinciyə baxsaq, maili yazılıb, düzdür. Altdan xətt çəkilib, düzdür. Və qalın yazılıb, bu da düzdür. Deməli, mümkün deyil soruşur. Ona görə biri çıxıram. 2-də verib ki, maili yazmaq var. B ilə strok onsuz da ikisi də qalın yazmaqdır, yəni. Lap qalın yazdı, axı altdan xətt çəkmək yoxdur, yəni. Bu təqi verilməyib. Elə 2 ilə almaq mümkün deyil, yəni bu görünüşü. 3-də olar, çünki maili var, qalın var, altdan xətt var. Yəni bunu ilə 1 ilə 3 demək olar eynidir, sadəcə yerləri dəyişilib də. Deməli, 3-ü də çıxdım. 4-də isə I ilə M eyni şeydir. İkisi də maili yazır. Strok da qalın yazırsa, altdan xətt çəkməyi verməyib. Deməli, 4 ilə də almaq mümkün deyil. 5-də də maili yazır, altdan xətt çəkir, amma qalın yazmağı verməyib. Baxın, deməli, 1, 4, 5. 2, 4, 5. 2, 4, 5, yəni mümkün olmayan variantlardır. 11-dədir. 12. Doğru istinadı müəyyənləşdir. İstinad bilirik ki, A təqi ilə verilir. Ona görə, bax, bunu çıxdım, bunu da çıxdım. Bunlar şəkil əlavə edir. Sonra A təqinin atributu refdir, yəni SRC image təqinin atributu. Bunu da çıxdım. Qalır 2 variant. Burada fərq hardadır? Burada sadəcə qapanan A təqi verilməyib. Axı A təqi cüt təqdir. Yəni, doğru istinad D variantı olacaq. Ümumiyyətlə, tək təqlər hansılardır? Imagedir, BR-dir, bir də HR-dir. Bunlardan başqa qalanları demək olar ki, yəni cüt təqlərdir. HTML koda əsasən veb səhifədə alınacaq cədvəl neçə sütundan ibarət olacaq? Cədvəlin sütunlarını və yaxud sütun başlıqlarını TH təqi ilə ifadə edirik. Bir TH buradadır, açılıb qapanıb. İkinci TH da buradadır. Deməli, 2 dənə onda sütunu olacaq. Qalanlar TD-lər artıq xanaları göstərir. Sütunlar deməli 2 dənə olur. Sonra 14. İnternet şəbəkəsində resursun ünvanı bu formadadır. Bu ünvanın hansı hissəsi resursun ötürülməsi üçün istifadə olunan protokolu göstərir? Ümumiyyətlə, URL ünvanda birinci hissə protokoldur həmişə. Yəni, burada FTP də məsəl üçün protokol ola bilər. Yəni, amma biz birinci hissəyə baxırıq protokol üçün. Bu, serverdir. Serveri, domen adını göstərir. Axırda isə, yəni, faylın özü, resursun öz adı qeyd olunur. Burada protokol həmişə birinci hissədə verilir. Ona görə HTTP olur. Bəzən çaşdırmaq üçün, məsəl üçün deyir, HTTP məsəl üçün protokolu ilə FTP nöqtə nə bilim nə faylı göndərilir. Yəni FTP, HTML ayrı-ayrılıqda protokollar olsa da, biz birinci hissədə yazılana baxırıq. O fayl adı da ola bilər də. Amma yenə də birinci hissədə nə yazılıbsa protokol odur. Verilmiş təqlərə görə alınacaq siyahının veb səhifədə görüntüsünü müəyyənləşdirin. Baxaq. Deməli, siyahı yaradıb. Birincisi ul təqi ilə verib. Ul təqi bilirik ki, işarəli siyahı yaradır. Belə işarə ilə göstərək. Deməli, bax, birinci ul təqi burada açılıb. Görə harada qapanıb bu ul təqi. Burada açılıb, deməli, qapanıb burada. Və ul təqinin elementlərini də bilirik ki, təzədən li təqinin daxilində göstərir. Bir li açılıb, bir li burada qapanıb. Yəni, bu bir elementi. Onda bir dənə belə işarə qoyacaq. İkinci li təqi burada açılıb, burada qapanıb. Bu da ikinci, belə deyək də, işarə. Bu li'nin daxilində də, yəni burada bir element yazmalıdır da, təzədən nömrələnmiş siyahı yaradıb. Fikir verək. Nömrəli siyahı da bilirik ki, 1, 2, 3 bu formada gedəcək. Deməli, birinci, yəni nömrələnmiş siyahının birinci elementi olacaq John. İkinci fon, digəri isə name. Keçdimi onda o biri li təqinə, yəni ikinci işarəli siyahıya.
Burada da yenə nömrələnmiş siyahı yaradır. Yenə 1, 2, 3 kimi nömrəli. Yuxarıdakına aidiyyatı yoxdur da, yəni təzədən yenə nömrələnmiş siyahı yaradacaq. Burada da Ramin, qısa yazıram, Mahmudzadə və s. Deməli, bu belə bir siyahı yaranmalıdır. Baxaq variantlara. A variantı niyə deyil? Çünki 4, 5, 6 yazıb. Axı təzədən nömrələyir. Yəni 1, 2, 3 olmalıydı. Elə B olur mən biləni. Bəli, B variantı. Bu biraz fərqlidir. Yəni fərqli tip sualdır. Demin test toplusuna məncə yox idi belə bir şey. Axtarış sistemi deyil. Bunların hər biri axtarış sistemidir, ancaq D variantı axtarış sistemlərinə aid deyil. Udu.az saytında yerləşdirilmiş ftp.jpeg adlı statik qrafik fayla HTTP protokolu ilə doğru müraciəti müəyyənləşdirin. Dediyim kimi, birinci protokol gəlməlidir, HTTP. Elə bunu demək istirdim bayaq ki, FTP də əslində protokol var. Amma bu artıq faylın adıdırsa, bu ən axırda gəlməlidir. Birinci protokol gəlir, HTTP. Bilirik ki, bundan sonra qoşa nöqtə 2 drop qoyulur və bunlara avtomatik çıxdım. Hələ ki, bu və bu uyğun gəlir. Görək hansı olacaq. Yəni, belə işarə eləməyim, daha doğrusu, belə qoyaq qarşısına. Sonra deyir, bu verilmiş saytda. Sayt ikinci gələcək. Ondan sonra da verilmiş faylın adı ftp.jpeg. Deməli, C variantı 17-də daha doğrudur. Doğru URL ünvanı müəyyənləşdirin. Deməli, birinci protokol, elə baxan kimi bilinir ki, yəni bircə dənə D variantı var. Protokol, qoşa.2 drop, bundan sonra server, yəni saytın adı, ondan sonra da resurs, yəni verilir. Olur 18-də D bəndi. URL ünvan hansı iki hissədən, yəni təşkil olunur? Resursun IP ünvanı onun yerləşdiyi yer, IP ünvanı heç URL ünvanında yoxdur, yəni URL ünvanı bu formada olur da. Yəni birinci protokol olur, sonra server, ondan sonra da faylın adı. Resursun identifikatoru IP ünvan. IP ünvanları çıxaq, yəni bunlar düz deyil. C ilə Y qalır. Resursun kodlaşma algoritmi, xeyr. Resursun identifikatoru və onun yerləşdiyi yer. Bəli, resursun identifikatoru axırıncı, bir də onun yerləşdiyi yer, yəni saytın adı qeyd olunur. 19-da Y düzdür. Doğru ifadələri müəyyənləşdirin. Hipermətin üzərinə gələndə siçanın göstəricisi formasını dəyişir. Bəli, doğrudur. Çünki link kimidir də, yəni üzərinə gətirdikdə artıq kursor, yəni başqa bir üçbucaq formasındadırsa, belə əl işarəsi ilə gəlir. Web səhifələrdə cədvəllər istinad göstəricisi ola bilməz. Xeyr, ola bilər. Yəni şəkli də, cədvəli də, mətni də biz istinad göstəricisi kimi təyin edə bilərik, fərqi yoxdur. Susmaya görə istinad adi mətndən fərqləndirilir. Bəli. Çünki istinadın altından xətt çəkilir və avtomatik bilinir. Həmçinin rəngi də fərqli olur adi mətndən. Adətən göy rəngdə olur, biz dəyişə də bilirik onu. Amma o dəqiqə fərqlənir ki, yəni istinaddır. Web səhifələrdə tək bir cümlə istinad ola bilməz. Xeyr, ola bilər, yəni bir söz də ola bilər, bir cümlə də ola bilər. Web səhifənin daxili hissəsinin ixtiyari sahəsinə hiperistinad yerləşdirmək olar. Bu doğrudur. Nəyi seçmişdim? 1-i seçmişdim. Bəli, 1, onda 3, 5 olur Y variantı. Yanlış ifadəni müəyyən edin. HTML web səhifənin görünüş strukturunu təyin edir. Bəli, doğrudur. Yəni, HTML vasitəsilə web səhifələr yaradırıq və yaxud da dizayn edirik. HTML sənədi 2 hissəyə, head və body hissələrinə bölünür. Bu da doğrudur. HTML algoritmik dildir. Bu yanlış fikirdir. O birləri də baxın. HTML-in yaradıcısı Tim Berners-Lidir, bu da doğrudur. Uzantısı HTML və yaxud HTML olur, bu da doğrudur. Yəni, algoritmik dil deyil, yəni, haradasa proqramlaşdırma dili saymaq olar, algoritmik dil getmir. Web səhifədə yazılış zamanı şəklin nisbi ünvanı səhv yazılarsa, bu şəklin yerində hansı yazı görünər? Ümumiyyətlə, hər hansı bir nasazlıq olarsa, yəni şəkil ekrana çıxmayanda, o şəklin əvəzinə alt atributunun daxilindəki, bax, bu verilmiş, yəni mətin görünür. Ona görə C variantıdır.
Deməli, davam edək. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilib. Budur, sorğusu üzrə neçə səhifə tapılar. Bilirik ki, B və A kimi göstərimdə B or A bərabər olacaq. A plus B çıxaq bu ikisinin kəsişməsinə, yəni. A and B-yə belə yazım. Birləşmə deməli 3200-dür. A çoxluğu 2150-dir. B-ni x kimi saxlayım. Kəsişmə 1350-dir. Buradan da x-i tapanda 3200-dən çıxacam 800-ü. X-də qalacaq 2400. Olacaq cavab 2400. 24. Cədvəldə sorğular və axtarış nəticəsində tapılmış səhifələrin sayı verilib. Cədvələ əsasən təhsil and tədris sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyənləşdirin. Deməli, burada Venn diaqramı artıq çəkməklə tapacağıq. Götürək bu sualı buradan. Fikir versək, üçünün kəsişməsini 0 verib. Amma tədris ilə təlim çoxluqları deyək də, yəni çoxluq kimi baxaq indi, yəni bu ikisi bir-biri ilə kəsişir. Deməli, hansısa ikisi bir-biri ilə kəsişməyəcək ki, üçünün kəsişməsi 0-dır da, çünki ikisi kəsişir, yəni bir-biri ilə. Və tədris ilə təlim çoxluqları kəsişirsə, baxım görüm hansı ikisi bir-biri ilə kəsişmir. Baxıram ki, təlim ilə təhsil çoxluğunun birləşməsinə 610 verib. İndi təlim ilə təhsil çoxluğunun baxaq toplanmasına. Bu ikisini toplayanda elə 610 eləyir. Axı düz gəlmir, yəni düstura görə. Bilirik ki, biz bunu təlim ilə belə deyək də, təhsil çoxluğunun birləşməsi or bərabər olmalıdır. Təlim üstəgəl təhsil çıxaq bu ikisinin kəsişməsinə də, yəni təhsil ilə təlimin kəsişməsi. Kəsişməni də and kimi yazım. Fikir verin, bu ikisinin birləşməsini verib deməli nə qədər? 610. Əgər təlim ilə təhsil toplayanda da 610 almışsa, deməli burada kəsişmə 0-dır da. Yəni təlim ilə təhsil çoxluqları kəsişmir. Ona görə üçünün kəsişməsi 0 olur. Mən onda təlim çoxluğunu burada çəkirəm. Tədris çoxluğunu isə burada çəkirəm. Tədris. Burada isə çəkirəm təhsil çoxluğunu. Və deməli, təlim çoxluğu 270-dir. Tədris verilib 290-dır. Təhsil isə 340-dır. Təlim ilə tədrisin kəsişməsi 150-dir. Bura 150-dirsə, 270-dən 150-ni çıxsam, onda bu hissə qalır da. Burada düşür 120. Sonra, deməli, buranı bir x-la ifadə edeyim. Çünki tədris çoxluğu ilə təhsilin kəsişməsini bilmirik. Bura bir x yazsam, bura düşəcək onda 290-dan 150-ni çıxacam, 140 qalacaq. 140-dan da bu x-i çıxsam, bu hissəni tapa bilərəm də ortadakı. Burada düşür 340 çıxaq x, yəni. Da 340-dır bunun bütövi. X-i çıxsam, bu hissə qalır. Və üçünün də birləşməsi 680-i verir. Deməli, onda yəni bunları toplayacam, bərabər eləyəcəm 680-ə. Mən 140 minus x üstəgəl x plus 340 çıxaq x bərabərdir 680. Bunları aparsaq, deməli x bərabər olur. Deməli, bunları da toplasaq 750 eləyir. 750-dən də 680-i çıxanda qalır 70. İndi görək nəyi soruşur. Deyir, təhsil and tədris sorğusu nəticəsində tapılan səhifələrin sayını tap. Təhsil ilə tədrisin kəsişməsini soruşur. Təhsil ilə tədrisin kəsişməsi elə x-dir. X-in qiyməti də 70-dir. Bu da cavab 70. Sonra növbəti sual.
Və burada fikir versək, üçünün kəsişməsini soruşur və hər biri, yəni digəri ilə kəsişir. Məsəl üçün B Q çoxluğu ilə kəsişir, G çoxluğu Q ilə, Q B ilə kəsişir. Deməli, üçü də bir-biri ilə kəsişirsə, onda Venn diaqramını çəkəcəyik və bu formada. Bu olsun B. Deməli, sonra hansı idi? Hə, 3 dənədir. Gəncə, yaxşı belə yaz onu da. Gəncə, qoy qarışdırmayım. Bakı, bir də Qəbələ. Gəncə çoxluğunu verib deməli 192. Bakı verilib 148. Qəbələ isə verilib 115. Üçünün kəsişməsini istəyir də bu x-i. Və verib ki, Gəncə ilə Bakı çoxluğunun kəsişməsi 24-dür. Əgər bura Gəncə ilə Bakının kəsişməsi 24-dürsə, bura x-dırsa bu hissəyə də 24 çıxaq x qalacaq da. Sonra deməli Gəncə ilə Qəbələ çoxluğunun kəsişməsi 17-dir. Gəncə ilə Qəbələnin kəsişməsi 17-dirsə, burada 17 minus x qalacaq. Bakı ilə Qəbələnin kəsişməsi isə bura deməli 65-dirsə, bu hissəyə 65 çıxaq x qalacaq. İndi biz bu hissələri də tapmalıyıq ki, cəmliyib bütövi, yəni üçünün birləşməsinə bərabər eləyək. Bunları tapmaq üçün isə 192-dən bunların cəmini çıxacaq. Çünki bunun bütövi 192-dir də. Bunları çıxsam 192-dən bu hissəni tapa bilərəm. 192 çıxaq mötərizədə yazıram. Yəni bunların cəmini çıxıram. Bu cəmi 192-dən çıxacaq. Onda qalacaq 151 üstəgəl x. Bura düşür 151 plus x. Eynisini bu biri çoxluqlar üçün edirəm. Yəni ki, 148-dən çıxıram, bu 3 dənəni. Cəmini 24 çıx x üstəgəl x plus 65 minus x-i. Bunu da çıxsam qalacaq. Deməli, 59 plus x-i. Sonra qalır deməli, bu biri hissəni tapmaq. 115-dən də bu üçünün cəmini çıxacaq. 17 çıx x üstəgəl x plus 65 minus x. Yəni bu cəmi çıxmalıyam. Bu da verir. Deməli 33 üstəgəl x. Burada yazdım 33 plus x. Vəssalam. İndi bütün dairələrin daxilini toplayıram, bərabərləşdirirəm ora. 151 üstəgəl x plus 33 plus x üstəgəl 59 plus x. Birinci çöldəkiləri götürdüm. Daxilləri də yazım. Üstəgəl 24 çıxaq x, üstəgəl 17 çıx x, üstəgəl x, üstəgəl də 65 çıxaq x. Bu bərabər olur 360-a, yəni üçünün birləşməsinin. Buradan da x-lar belə mənfilərlə islah olur, gedir. Qalır tək bir dənə bu x. Bu bərabər olur 360 çıxılsın, indi bunların cəminə. Bu ədədləri cəmləyib keçirirəm o biri tərəfə. Bu da 349-u verir. Qalır burada x11. Bizə də elə x-i soruşur. Çünki üçünün də kəsişməsi bu x-a düşür axı gəlir. Yəni x olur 11. Yenə soru bu. Yenə verilib. Bu dəfə soruşur ki, Java sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyənləşdir. Üçünün kəsişməsini 0 verib. Deməli, üçü bir-birinin kəsişmir. İndi biz müəyyənləşdirəcəyik ki, görüm hansılar kəsişir. Python Java ilə də kəsişir, Ruby çoxluğu ilə də kəsişir. Ona görə Pythonu ortada çəkirəm. Yazıram bura Python. Deməli, həm Java ilə yazıram Java, həm də Ruby. Burada yazıram Ruby. Pythonu verib 183. Ruby 210. Java'nı tapmalıyıq. Buna da sual qoyaq.
Pythonun Java ilə kəsişməsi 75-dir. Root çoxluğu ilə kəsişməsi 47-dir. Bunun bütövi 183-dür də Pythonun. 75 ilə 47-ni cəmləyib 183-dən çıxsam, onda bu hissəni tapa bilərəm. 183-dən də 222-ni çıxacam da bunların cəmini. Bu da verəcək 61-i. Onda bu hissəyə 61 düşür. Sonra 210-dan da 47-ni çıxsam bu hissəni tapa bilərəm. Çünki bunun bütövi yəni 210-dur. 47-ni çıxsam alınacaq 163. Burada 163-dürsə, bunu da bir x kimi ifadə eləsəm, onda bu dairələrin içərisini toplayıb üçünün birləşməsinə bərabərləşdirə bilərəm. X plus 75 plus 61 plus 47 üstəcə 163 onsuz elə 210-u verir. Yəni digər çoxluğu bərabər olacaq 483-ə. Buradan da x-i tapsaq 483-dən çıxacaq. 346-nı x da bizə verəcək deməli 137. 137 x-in qiymətidir. Bizə isə Java sorğusunu bütöv soruşur, yəni Java. Java axı bu bütövdür. Yəni bunun bütövi Java'ya aiddir. Biz x-i, yəni bu hissəni 137 almışıq. Deməli 75 də var da hələ. 137 ilə də 75-i toplasam, alıram 212. Deməli burada olur cavab 212. Uyğunluğu müəyyən edin. A teqinin deməli atributu olacaq ref, yəni linki orada yerləşdiririk, istinadı. Image teqin atributu src-dir. Hansı ki, istinadın adını uzantısını orada qeyd edirik. Bir də alt atributu var ki, yəni hər hansı şəklin görünməsindən asazlıq olarsa, hər hansı bir halda, onda alt atributunun daxilində yazılan mətin ekrana çıxır. Bu da belə. Sonra 28. 28-də verilib ki, 17 səhifədən ibarət olan mətn sənədinin ilk səhifəsində bu qədər pikseldən və rəng çalarına malik şəkil var. Qalan səhifələrində də 16 sətir Unicode-da kodlaşdırılmış 64 simvoldan ibarət mətn var. Bu informasiyanı 50% arxivləşdirəndən sonra sürəti verilmiş, yəni şəbəkə ilə neçə saniyə ötürmək olar? Əvvəlcə birinci faylın həcmini tapmalıyıq. Ondan sonra onun 50%-ni arxivləşdiririk, yəni bir növ yarısını silirik. Sonra da bu sürətlə nə qədər vaxta göndərmək olar onu tapırıq. İndi həcmini tapaq. 17 səhifədən ibarət olan mətnin ancaq birinci səhifəsində şəkil var. Deməli, onda şəklin həcmi bir dənə olacaq. 2 üstü 728, buraq 2 üstü 8, bu piksel sayı. Rəng dərinliyi də, əgər rəng çaları 256-dırsa, rəng dərinliyi 8 bit olur, yəni 2 üstü 3 bitə. Burada da 2 üstü 18 bit alınır. Kilobaytı çevirəndə 2 üstü 13-ə bölsək, deməli 32 kilobayt qalır. Əslində niyə çevirdim bilmirəm. Elə 218 də qala bilər də, eyb yox. Deməli, sonra verib ki, qalan səhifələrində isə, digər səhifələrində isə bu qədər sətir, bu qədər simvol olan Unicode-da kodlaşdırılmış mətn var. Mətnin həcmini tapanda səhifə sayını, yəni 17-dən birini çıxdırıb şəkil var. Qalanları deyirsə, onda 16 səhifə eləyir də. Səhifə sayını vururam sətir sayına, vururam simvol sayına. Bir də əlifba Unicode deyə bir simvol 2 bayt yer tutur. Burada da 2 üstü alınır deməli 2 üstü 4, 2 üstü 4, 2 üstü 6, bu da 2 üstü 1. Deməli 2 üstü 15 bayt alınır. Bunu kilobayta çevirsəm 2 üstü 10-a böləcəm, yenə 32 kilobayt alınacaq. Mətinlə şəklin həcmini toplasam 32, bu mənə 64 kilobayt verəcək. Yəni Q bu qədərdir. V-ni də verib 128-i bir dəfəli 2 üstü 7 kimi yazsam, 2 üstü 7 vuraq eləyib ki, 2 üstü 10, yəni 2 üstü 17 bit böl saniyə almış. Deyir, bu şəbəkə ilə nə qədər vaxt ötürmək olar? Amma deyir, arxivləşdirib sonra göndərir. Arxivləşdirmə yarısını silməkdir də. Yəni 64 kilobaytın, elə ki, 50% arxivləşdirəndə yarısını silirəm, 32 kilobayt qalır. İndi T-ni tapanda Q-nü V-yə bölürəm. Yəni 32 kilobaytı böləcəm 217 bit böl saniyəyə. Burada da kilobaytı bitə çevirsəm 2 üstü 13-ə vuracam. Bölürəm 2 üstü 17-yə. Burada da ixtisar getsəm, yuxarıda əslində 2 üstü 5-dir.
2 üstü 18 böl 2 üstü 17 qalır. Bu da 2-ni verir. Yəni düzgün cavab olur 2. Sonra 29. Cari HTML səhifəsi ilə eyni qovluqda olan book.png faylını istinad göstəricisi kimi istifadə etməklə verilmiş ünvandakı bu fayla istinad formalaşdırmaq üçün kod yaz. Birinci bilirik ki, istinad yaratmaq üçün A teqindən istifadə edirik. A teqini açdım. Sonra A teqinin atributu hrefdir. Yəni istinad burada verilir. Və deyir ki, verilmiş ünvandakı, yəni istinadın ünvanı bax budur. Bunu dırnaq içində yazıram. HTTP qoşa.drop və s. Yəni bir-bir yazmayım. edu.az sonra new və s. Yəni burada olanı köçürürük də bura necə varsa. Bundan sonra istinadı qeyd edin. Bu onun ünvanıdır. İstinadın özü nədir bəs? İstinad isə bax budur. Bu fayla istinad olunur da. Bunun ardıca yazıram elə iza.mp4 və teqi burada da bağlayıram bundan sonra. Ondan sonra istinad göstəricisi yazılır. Bundan sonra yazıram book.png istinad göstəricisi. Amma bir dəqiqə, indi bunu necə verib? Deyir ki, book. Eyni qovluqda olan bu fayla istinad olunub. Bu şəkil faylıdır deyə və eyni qovluqda olan elə ki, şəkil faylına istinad edib. Bu mətni, yəni istinad göstəricisi kimi yazmayıb. Desəydi ki, bu mətni istinad göstəricisi yazıb, elə mətn kimi yazardım. Amma bu şəkilə istinad edib deyə təzədən. Onda burada bir dənə istinad göstəricisi kimi şəkili əlavə etmək üçün teq açıram. Yəni image teqindən istifadə edirəm. Image crc bərabər olur book.png-yə. Bu oldu istinad göstəricisi. Sonra 2 A teqinin arasında yazılır axı istinad göstəricisi. A teqini bağlayıram. Yəni bir növ elə ki, web səhifədə həmin bu HTML səhifəsi ilə eyni qovluqda olan bu şəkil, yəni web səhifədə görünəcək. Elə ki, web səhifədə belə bir şəkil olacaq. Book.png şəkli. Bu şəklin üstünə klik etdikdə keçəcək bax bu fayla, izah.mp4 faylına və bu faylın yerləşdiyi yerdə bax bu HTTP olan hissədir. İstinad göstəricisi həmişə 2 A teqinin arasında yazılır. İstinad isə həmin bu hrefin daxilində. 30-da verilib ki, şəkildəki web səhifənin fraqmentini hazırlayan HTML kodunu yaz. Yəni, bu nə boyda olacaq? Deməli, əvvəlcə bilirik ki, hər bir HTML sənədində HTML sözü ilə başlayırıq, yəni kod yazmağa. Ən axırda qapadacaq bu teqi. Və baxıram ki, web brauzerin başlıq zolağında web səhifənin adı yazılıb. Bunu yazmaq üçün isə title teqindən istifadə edirəm. Title. Web səhifənin adı. Ondan sonra title teqini bağlayıram. Daha sonra, yəni başqa bir şey yoxdur. Bir də cədvəl var. Cədvəl yaratmaq üçün də table teqindən istifadə edirəm. Table teqini açdım. Hələ bağlamaq üçün hələ var. İndi cədvəlin bu birinci sətrini yaratmaq üçün yazıram tr. Tr-in daxilində birinci sütunun adı name'dir. Birinci sütunu yazmaq üçün yazıram th name. Th-ı açdımsa burada da bağlayıram. Birinci sütunun ikinci, yəni sütun başlığı olur. Th-ın içərisində surname. Bir də telefon. Th-ın, yəni o biri sütun başlığını da yazsaq. Deyək ki, bu birinci sətr idi də. Birinci tr-i burada açdımsa, burada da bağlayıram. Tr. Silin təzdən yazım ki, qarışıqlıq yaranmasın da. Buraya yazıram. Tr. Birinci sətr bitdimi? Keçirəm o biri sətrə. Təzdən yenə tr açıram o biri sətri yazmaq üçün. O biri sətirdə artıq bunlar sütunlar deyil də, bunlar xanaların adlarıdır. Ona görə
xana adlarını TD'nin daxilində yazıram. Birinci xanada yazılıb Yusif. TD'ni bağlayıram. İkinci xananı açıram. TD'nin içində Rəşidov. Sonra yenə TD'ni bağlayırıq. Üçüncü TD'nin daxilində də telefon nömrəsi. Tam yazmıram. 94 47 0XX ilə olan da, yəni bütöv yazırıq. Sonra TD. Amma burada belə bir şey var ki, telefon nömrəsindən fikir verin. Yəni o biri yazılardan fərqli yazılıb, biraz maili yazılıb da əyri, həm də altından xətt də çəkilib. Hə, onda bu hissədə mən TD-nin daxilində 2 tek daha yazmalıyam burada. Çünki o mətn digərlərindən fərqli yazılıb. Burada TD tegini açmışam, düzdürmü? Baxıram ki, bu mətnin altından həm xətt çəkilib, həm maili yazıb. O birilərdən fərqlidir. Deməli, burada bir dənə U yazıram, U tegi, bir dənə də I tegi yazıram. Təzədən bunu I tegi ilə bağlayıram, bir də U tegini bağlayıram ki, yəni həm altından xətt çəkib maili yazsın. Bir də TD tegini açdığım üçün bağlayıram, qapanan teg. 3 sətr qutardı, 3 dənə xana qutardımı? Elə ki, ikinci sətri burada açmışdım da, bağlayıram TR. Sonra bunu üçüncü sətr üçün təzədən yazıram. Bir də TR yazıram. Başlayıram o biri xanaları yazmağa. Və yenə TD yazacağam. TD açıram. Azər yazılıb. TD-ni bağlayıram. Bu birinci xana. O birisində yazılıb Amirli. Bir dənə TD daha açıram. Yenə TD-ni bağlayıram. Və ən axırıncı yenə o biri kimi, yəni həm altından xətt çəkilib, həm maili yazılıb. Ona görə TD-nin daxilində həm U tegi, həm də I tegi yazıram ki, maili və altdan xətt çəksin. Elə bir nömrə də nədirsə onu yazırıq da, yəni bütövcə, mən yazmadım tam. Bundan sonra I tegini bağlayırıq, bir də U tegini bağlayırıq və bir də TD-ni bağlayırıq. Və üçüncü sətirdə qurtardımı TR-i burada açmışdım da. Burada da bağlayıram TR-i. Və ən sonda da axı burada table tegini açmışdım. Table tegini bağlayıram bu hissədə. Hə, bir də unutdum. Table teginin daxilində border də yazılmalıdır. Əgər belə yazılsa, yəni sərhəd xətti çəkilməyəcəkdir. Elə ki, yazılar sadəcə yazı kimi görünəcək. Bu xəttlər olmayacaq. Ona görə burada bir dənə borderin daxilində ən azı bir yazılmalıdır. Yəni sərhəd xəttinin qalınlığı. Table-u açdıq, bağladıq. Bir də ən əvvəldə HTML ilə açmışdım da sənədi. HTML sözü ilə də bağlayırım. Olur bu formada. Bu videoluk bu qədər. Gələn videolarda görüşənədək.